Qızlar salam, hər vaxtınız xeyir olsun. Sizə Temu bağlamamı paylaşıram. Aldığım hər birini story dəstədə qeyd eləmişdim. Sadəcə çox suallar gəldiyi üçün istədim ki, post şəklində paylaşım ki, gələn sualları cavablayanda səhifəm daha da geri düşür. Cavablamayanda da özüm narahat oluram ki, səhifə işlədirsə, nə isə paylaşırıqsa məlumat vermək bizim borcumuzdur. Post şəklində daha ətraflı məlumat verirəm indi sizə. Bu yağmurluqların qiymətini çox soruşursunuz. Temudan sifariş vermişəm, yenə deyirəm 20 manata. Həm bunu, həm də Rail üçün aldığım qara rəngini sadəcə 20 manata almışam. Möhtəşəm idi. İnanın ki, yəni heç tərəddüd etmədən almışdım. Düşündüm ki, yəni onsuz da qiyməti münasibdir. Amma gözlədiyimdən qat-qat gözəl gəldi. İstər ayaqqabılar, istər geyimlərin alt hissəsində məlumat var. Onu oxuyub elə sifariş versəniz, istər materialında, istər razmerində heç bir problem yaşamayasınız. Mən elə elədim. Həm ayaqqabılarda, həm bacımın oğlunun paltarında hər birində rəyləri oxudum. Məsələn, bu köynəklə Railin sızıqlı köynəyinin materialının arasında dağlar qədər fərq var idi. Sadəcə ailə onu istəmişdi deyə. Qiyməti də səhv eləmirəmsə 10 manat idi. Ona görə sifariş verdim. Heç bir qırıq, cızıq, kabroda sifariş vermişdim, bu kağızı da sifariş vermişdim. Heç bir problem yaşamadıq. Çatdırılmaya gəldikdə isə düz axşam saatları idi. Axşam saatlarında zəng elədilər, düz demək olar ünvana. Orada qeyd elədiyiniz ünvana pulsuz şəkildə çatdırılma mümkündür.